Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina Muhammedin və alə ali və səhbə əcmain əmə bəd. Bu nəsihətləri inşallah sizin üçün topladım. Qalır əməl etmək və səy göstərmək. Ramazan ayında daha bol qazanclı çıxmaq üçün bu nəsihətləri göz önündə saxla. Ətrafınla da paylaş. Qoy əməl edənlər səbəbilə sənə də savab yazılsın. Birinci, Allaha çox zikr et. İkinci, Allahın əzəməti və qüdrəti barədə təfəkkür et. Üçüncü, iftar vaxtı yeməyinə fikir ver. Çox yemək ki, ağırlıq səni üstələyərək ibadətlərinə mane olmasın. Dördüncü, çox yatmağı azalt ki, bu bərəkətli günlərin bərəkətindən nəsibin çoxalsın. Beşinci, ciddi bir səbəb olmadıqca çölə çox çıxma. Şəhərdə yaşayanlar. Altıncı, insanlara qarışmağı azalt. Çünki onlarla birlikdə olmaq fitnə və lazımsız söhbətləri qaçılmaz edir. Yeddinci, gözlərini haramdan qoru. Çünki gözlər qəlbə tez təsir edən bir orqandır. 8. Dilini qoru. Nə danışdıqlarına fikir ver. 9. İnsanlarla davranışında diqqətli ol. 10. Bütün gözəl əxlaqların səndə toplanmasına çalış. 11. Qeybət etmə. 12. İbadətlərini vaxtında et, gecikdirmə. 13. Misvaqdan istifadə et. 14. Allah ilə xəlvətini çox olmasına çalış. Hətta insanlarla belə birlikdə olsan belə, onların içində sanki onlardan biri imiş kimi apar özünü. Lakin qəlbində Rəbbinlə ol. 15. Qohumluq əlaqələrinə fikir ver. 16. Çalış hər gün sədəqə verməyə niyyət edəsən. Pul ilə olmasa şərt deyil. 17. Əgər valideynlərin sağdırsa, əlindən gəldiyi qədər onlara yaxşılıq et. 18. Gördüyün hər bir işində niyyətlərinə diqqət et. Əməllər niyyətlərə görədir. 19. Böyük, kiçik, zarafatla olsa belə əsla yalan danışma. 20. Əhvalını pozitiv saxla. Çünki bu hal bədəni qüvvət verər. Hüzn yaradan xəbərlərə baxmamağa çalış. 21. Vaxtını internetdə, televizor arxasında keçirməməyə çalış. 22. Müsəlman qardaşlarını dualarında unutma. 23. İnsanlara fürsət düşdükcə yaxşılığa əmr et. Pislikdən uzaq durmağa çağır. 24. Çoxca istiğfar et. Bütün günahlarının bağışlanması üçün yalvar və göz yaşlarını çıxarmağa çalış. 25. Sübhdən sonra yatmamağa çalış. Onun bərəkətli saatlarını qaçırma. 26. Azan və iqamə arasında dua etməyi unutma. 27. Hər gün Quran oxumaqdan payın olsun. 28. Hər gün Quranı anlamaq, Allahın ayələri üzərində təfəkkür etmək üçün vaxtın olsun. 29. Əgər Quranı oxuya bilmirsənsə, heç olmazsa dinləməklə zamanına dəyər qat. 30. Təravih namazlarını qaçırma. 31. Sahurda bərəkət var. Bir stəkan su ilə olsa belə sahura qalx. 32. Dəstəmazlı qalmağa çalış. 33. Telefonla zərurətdən artıq danışma. Söhbətləri qısa kəsməyə çalış. 34. Yeməkləri hazırlayarkən həddindən artığa qaçma, israf etmə.
35. Bir növ yeməyin olsa belə iftar verməyə çalış. Unutma, savab sənin yeməyini növünə, süfrənin bolluğuna, göstərişli olmasına görə yazılmır. 36. Qardaşlarına gülümsə. Gülümsəmək sədəqədir. 37. Qəzəblənmə. Qəzəbini boğ və səbirli ol. 38. Mübahisə və münaqişələrə girmə. 39. Bu bərəkətli aydan bol qazancla çıxmağın üçün Allahdan çoxca yardım istə. Çünki onun yardımı olmazsa, həqiqətən də biz uduzanlardan olarıq. Allahu Teala əməllərimizə bərəkət versin. Əmin. Esselamu aleykum və rəhmətullah.